Salam hörmətli izləyicilər, Neytral Zonada xoş gördük. Bu dəfəki mövzumuz Rusiya-Ukrayna müharibəsi ilə bağlı olacaq və Rusiya-Ukrayna müharibəsinin həm sahədəki gedişi, həm də danışıqlar prosesi ilə bağlı olacaq. Xatırlayanlar olar ki, verilişlərimizin birində qeyd edirdim ki, Rusiya, ümumiyyətlə Rusiya-Ukrayna müharibəsində Rusiyanın son dönəmlər aktivləşməsinin əsas səbəblərindən biri Rusiya gördü ki, masa arxasında qazana bilmir və ona görə də gücü verdi sahəyə ki, Qərb ölkələri yenidən danışıqlar prosesinə gəlsinlər və ən azından Rusiyanın istədiyi şərtlərə doğru yaxınlaşsınlar. Amma görünən odur ki, məsələn, son dönəmlər ümumiyyətlə çıxan informasiyalar çox bir-birinin təkzib eləyir və yaxud da ki, bir-birinə daban-dabana ziddir. Misal üçün, bir tərəfdən qeyd olunur ki, bu təkliflər, son dönəmlər səsləndirilən təkliflər Donbas vilayətinin tamamilə Rusiya verilməsi, Ukraynanın silahsızlaşdırılması, NATOya girməməsi və digər bu tipli təkliflər iddia olunurdu ki, sırf Rusiyanın təklifləridir. Amma daha sonra informasiyalar yayımlanmağa başladı ki, misal üçün Amerika tərəfindən qeyd olundu ki, bu təklifləri əslində Rusiya ilə Ukrayna birgə hazırlayıb. Və danışıqlar prosesi davam edə-edə biz Rusiya tərəfinin daha çox hücum etdiyinin şahidiyik. Ruslar uzun zaman idi ki, Qara dənizdəki gəmilərindən istifadə etmirdilər. Artıq bu gün ərzində 8 ədəd gəmilərdən kalibr raketləri buraxılıb. Bundan əlavə, əvvəllər hücumları gecələr təşkil edirdilərsə, indi gündüz vaxtı da yüzlərlə dron Ukrayna ərazisinə göndərilir. Yəni, Rusiya masada qazanmaq üçün, Rusiya ən azından şərtlərinin masada təmin olunması üçün bu cür addımlar atacaqdır və bunu əvvəlcədən biz qeyd edirdik. Və indiki mərhələdə təbii ki, Avropa ölkələri də Rusiya-Ukrayna müharibəsindən qazanclı çıxmaq istəyirlər. Çünki Rusiya-Ukrayna müharibəsində onların Ukraynaya verdiyi dəstək, ümumiyyətlə Ukraynaya verdiyi yardımlar milyardlarla dollar dəyərindədir. Amma əgər onlar Rusiya-Ukrayna müharibəsi Amerika ilə Rusiya arasında həll olunsa və ümumiyyətlə Amerika ilə Rusiya arasında bu məsələ həllini tapsa, burada itirən tərəf Avropa ölkələri olacaq və qazanan tərəf yenə Amerika olacaq. Demək olar ki, böyük müharibələrin hamısında olduğu kimi Rusiya isə istədiyinə çatacaq. Yəni burada Rusiyanın tamamilə qazandığını demək hesab edirəm ki, doğru yanaşma deyil. Niyə bu cür düşünürəm? Çünki zamanında Ukrayna 100% Rusiyanın deyərdim nəzarət altındaydı. Amma əgər indiki hədlərdə və bundan bir qədər də artıq hədlərdə əgər müharibə dayanmış olsa, Rusiya yalnız buradan 20%-nə, Ukraynanın 20%-ni əldə etmiş olacaq və 80% əslində itirmiş olacaq və Avropa ölkələri və Amerika Ukraynaya dəstəklər verəcəklər və hesab edirəm ki, burada Rusiya tərəfi itirəcək. Ruslar ona görə də hazırda daha çox şiddətli hücumlar həyata keçirirlər ki, onlar heç olmasa masada ən azından hansısa bir formada qazanclı çıxsınlar və öz ictimaiyyətini də inandırsınlar ki, yəni 20% torpaqları işğal elədilər, amma hansısa bir formada Ukraynaya nəzarətlə bağlı onların da əli güclüdür və onlar da buradan hansısa bir formada qazanclı çıxdılar. Rusiya tərəfi bunu əgər bacarmasa, bunu edə bilməsə hesab edirəm ki, Rusiya daxilində də müəyyən problemlər yarana bilər və problemlərin açığı yaxın zamanda şahid ola bilərik. Və danışıqlar prosesinə baxdıqda biz açıq şəkildə görürük ki, sülhün və yaxud da ki, ümumiyyətlə atəşkəsin əldə olunmasından daha çox sanki bəzi tərəflər çalışırlar ki, birinci masadan kim qalxacaq, prosesi kim pozacaq, bunun üçün cəhdlər həyata keçirirlər. Ukrayna tərəfi bunu Rusiyanın üzərinə atmaq istəyir. Rusiyanın informasiya başını bunu Ukraynanın üzərinə atmaq istəyir. Qərb ölkələri Rusiyanın üzərinə atmaq istəyir. Ümumi vəziyyət son dərəcə qəlizdir və bu məsələdə hansı tərəfin qalib gələcəyi, hansı tərəfin uduzacağı hesab edirəm ki, aydın deyil hələ indiki mərhələdə. Ona görə də düşünürəm ki, Rusiya tərəfi yəni masada
konkret olaraq garanti ala bilmədiyinə görə hücumlarını daha da artırır, hücumlarını daha da şiddətləndirir ki, ən azından sahədəki qazandıqlarına görə masadan da nələrsə qoparda bilsin və Ukraynadan da bir pay götürə bilsin. Ona görə də indiki mərhələdə hesab edirəm ki, Rusiya-Ukrayna müharibəsinin hələ qısa zamanda yekunlaşacağı gözlənilmir. Yeri gəlmişkən, məsələn, Zelenski açıq şəkildə bildirir ki, Rusiya işğal elədikləri əraziləri Rusiya Federasiyasının tərkibində görmək istəyir. Amma bu da Ukrayna tərəfi üçün, Ukrayna bundan razılaşmayacaq. Hesab edirəm ki, Zelenskinin də, yəni hətta Amerika mətbuatında da açıq yazılır ki, Zelenskinin çıxış yolu yoxdur, yəni hansısa bir şansı yoxdur. Bunun səbəbi nədən ibarətdir? Çünki indiyənə qədər verilən pullarla bağlı hansısa hesabatlar tələb olunmurdu. Amma son dönəmlər Ukraynada ümumiyyətlə korrupsiya ilə bağlı, rüşvətlə bağlı vəziyyətin ümumiyyətlə son dərəcə qəliz olduğunun şahid oluruq və elə bir vəziyyət yaranıb ki, artıq ortalıqda sanki hər kəs pulu yeyib, dağıdıb, bir Zelenskinin bundan xəbəri olmayıb. Bu yanaşmanı da hesab edirəm ki, qəbul etmirəm. Yəni tanıyanlar bilir, həmişə mətbuatda da, yazılarımda da qeyd edirdim, lap olsun Azərbaycanda olsun. Hansısa məmur və yaxud da ki, vəzifəli şəxs, rəhbər şəxs yeyib dağıdır və tutulanlar maliyyə rəisləri olur və yaxud da ki, maliyyəçilər olur və yaxud da ki, müavinlər olur. Sanki rəhbər şəxsin bunun heç birindən xəbəri olmurmuş kimi. Yəni, əgər bunun xəbəri yoxdursa, bunun özü xəbəri yoxdursa, demək olar ki, o adam o prosesin içərisində yoxdur. Və yaxud da ki, əgər bunun xəbəri yoxdursa, mümkünsüzdür birincisi. Və əsas məsələ ondan ibarətdir ki, və xəbəri yoxdursa, bu qədər onun tabiçiliyində olan şəxslərin bu qədər yeyib dağıtması, yəni bu o zaman belə çıxır ki, yəni sanki bir müqavvadır və yaxud da ki, oyuqdur. Yəni bu doğru yanaşma deyil. Ona görə də hesab edirəm ki, indiki mərhələdə Zelenski də proseslərin onun zərərini işlədiyinin şahididir və Zelenski də düşünür ki, əgər proseslər bu formada gedərsə, ölkə daxilində də müəyyən problemlər yaranacaq. Amma Rusiya daxilində də vəziyyət o qədər də hazırki hakimiyyət üçün ürək açan deyil. Çünki Rusiya daxilində müəyyən qüvvələr var ki, ümumiyyətlə müharibəni bu hədlərdə dayandırmasında narazıdırlar. Onlar ümumiyyətlə bütövlükdə Ukraynanı tamamilə işğal etməkdə meyillidirlər. Hətta bununla bağlı hakimiyyətə təzyiq etməkləri ilə bağlı da informasiyalar var. Ona görə də hər iki tərəfdə həm daxildə problemlər var, hər iki tərəfdə, yəni indiki şərtlərdə hər iki tərəf sadəcə olaraq həm də Ukrayna üçün problem ondan ibarətdir ki, yardım edən kənardandır və onlar hesabat istəyirlər və verilən pulların ümumiyyətlə başqa istiqamətlərə xərclənməsi, kimlərin cibinəsə getməsi məsələsi çıxıb ortalığa. Rusiya burada müəyyən mənada hansısa bir formada vəziyyətdən çıxa bilər. Rusiya dediyim, yəni indiki hakimiyyət nə mənada? Çünki əllərində çox böyük informasiya, yəni media resursları var, informasiya maşınları var. Onlar hansısa bir formada propaganda ilə bunu müəyyən mənada hakimiyyətlərini uzada bilərlər və yaxud da ki, hansısa bir həddə qədər apara bilərlər. Amma Ukraynada bunu bir qədər etmək o qədər də asan deyil. Yenə də Ukraynada əsas məsələlərdən biri Almaniyanın, xüsusilə Böyük Britaniyanın və Fransanın, yəni bunların da mövqeyindən çox şey asılıdır və açıq şəkildə, məsəl üçün, hətta Rusiyada da belə açıq şəkildə bildirirlər ki, Avropa ilə müharibəni istisna etmirlər. Əvvəllər Ruslar deyirdi ki, onlara hücum etməyəcəklər və yaxud da ki, müharibə olmayacaq. Amma indi artıq açıq şəkildə deyirlər ki, müharibə ola bilər, amma bu səngər müharibəsi olmayacaq. Yəni, tərəflər bir-birinə eynən İsrail, İran toqquşması kimi kontaktsız formada, yəni raketlərlə, dronlarla, aviasiya vasitələrlə zərbələr endirə bilər. Ehtimal varmı? Mümkün variantda. Amma indiki mərhələdə hesab edirəm ki, Amerika da istəyir ki, Rusiya-Ukrayna müharibəsi bitsin. Əgər Rusiya-Ukrayna müharibəsi bitməsə və Amerika Venezuelada əməliyyatlar həyata keçirməyə başlasa, bu Amerika üçün böyük problemlər yarada bilər. Çünki açıq şəkildə
Rusiya orada müəyyən mənada dəstəklər həyata keçirə bilər və bu da Amerika üçün böyük bir problem yaşada bilər. Ona görə də indiki mərhələdə hətta düşünürəm ki, Amerikanın bu qədər tələskənliyi ola bilsin altda bir anlaşıblar ki, Venezuela məsələsini biz başlasaq, siz qarışmayın və onların şərtlərini Ukraynaya dikt etdirsinlər. Yəni bu baş verəcəkmi, verməyəcəkmi hər halda yaxın zamanda biz bunun şahidi olacağıq. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, var olun.